Hər vaxtınız xeyirli olsun. Xırdalanda belə bir iki mərtəbə, daha doğrusu qarajla birlikdə 3 mərtəbəli 5 otaqlı həyət evi satışdadır. Evin üst görünüşüdür. Bax, gördüyü kimi qaraj yeri jalüslə qarajıdır. Buradan isə burası əl qapısıdır ki, evə girişidir. Bura evin üst görünüşü bir daha göstərir. Geniş işıqlı otaqları var. Sənəd qaydasındadır. Evin də torpağında sənədləri çıxarış mülkiyyətdir, fərdi yaşayışdır. Notarial qaydada aldı-satdıya gediləcəkdir. Evin həyətinə daxil olduqda bir daha evin bax, belə bir görünüşünü göstərirəm. Bura qarajı. Yəni maşın daxil oldu. Burada maşını saxladım və belə açıq bir yer saxlanılıbdır ki, belə bir geniş də həyət saxlanılıb. Kanalizasiya sistemi mərkəzidir. Qaz, su, işıq daimidir. Sayğacların hər biri qoyulubdur. Burada isə bax belə bir yerdə saxlanılıb ki, burada da yayda oturmağa və yaxud da ki, yay mətbəx kimi də şərait yaratmağa yeri var. Orada da bir əl qapısı var. Müəyyən əşyalar da orada yerləşdirmək olar. Və evə daxil olduqda bura birinci mərtəbə girişi. Burada da şkaf yığmalı var. Pilləkənlər mərmər döşənibdir. Hər mərtəbələr arası monolit betonludur. Tam təmirli vəziyyətdədir. Birinci mərtəbəyə qalxdıqda burada sağ tərəfdə bir otaq. Burada hamam otağı yerləşir. Mütləq kafeldir. Onu da qeyd edim ki, döşəməsi istipoldur. Evin birinci mərtəbəsində döşəməsi istipoldur. Buradan da aydın. Bura mətbəxi, geniş bir mətbəxi. Mətbəxin də göründüyü kimi 2 dənə pəncərəlidir. Bax, burada isə zal otağı. Geniş bir zal otağı. Kondisioner işıq xətti çəkilib. 3 pəncərəlidir zal otağı. Kombi aparatında, kombi radiatorlarında yeri saxlanılıb. Burada isə televizor içində xətti çəkilibdir. Və indi isə 3-cü mərtəbəyə, yəni yaşayışın 2-ci mərtəbəsinə qalxaq. Bu mərtəbədə isə 3-cü mərtəbədə 3 yataq otağı yerləşir. Burada bir yataq otağı. Burada ikinci bir yataq otağı. Geniş bir yataq otağı. Qeyd edim ki, mərtəbələr arası monolit betondur. Burası balkonu. Burada isə geniş bir yataq otağı. Burada kondisioner üçün işıq xətti çəkilib. Televizor üçün də xətti çəkilibdir. TV üçün göründüyü ki, yaşayış binaları da görsənir. Dayanacığa da yaxındır, məktəbə də yaxındır. Və sonuncu göstərəcəyim yer isə hamam otağıdır. Mütləq kafelər. Aksiyonlar alıcı və satışçı arasında razılaşma yolu ilə qoyula bilər. Bir daha qeyd edim ki, evin sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. Notarial qaydada alğı-satqıya gediləcəkdir. İpoteka ilə də ev almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Evin başlanğıc qiyməti 165.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.